Baxın, dostlar, mən demirəm ki, ala, birbaşa rəsmi xəbər göstərim sizə. Ala, İngilis mediasını göstərim, Amerika mediasını göstərim. Ala. Bax. Ala, baxın da, birdən deyərsiniz, Qabil yalan deyir, Qabil yalan deyir. ABŞ Konqresi, baxın, Qafqazda vəzifələr üçün sanksiyalar, baxın, ala. Müdafiə naziri, Daxili İşlər naziri, SOCAR rəhbəri Əlin Ağayev. Ala. Oxuyun. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini, nə idi o? Oxuya bilmirəm. Darrell İssa və Konqres üzvü Qaz Bilirakis Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə PHC Ast Qafqazda eskalasiyanın qarşısı, yəni sanksiya da, indi burada dalını açıb oxumaq istəmirəm, elə burada mənə yazıblar da zaten. Amerika Birləşmiş Ştatlarının Konqresi Azərbaycanlı məmurlar üçün sanksiya hazırlayıb və sanksiyalara əlavələr də edilir hal-hazırda. Burada sanksiyaların tətbiq edilməsinə səbəb, ay sağ ol. 1. Hərbi cinayətlər, Kamil Zeynallı mafiya kimi götürüb, erməni qızlarını lütdüyüb, snayperin ucunu erməni qızlarının dalına soxanda, Kamil Zeynallı bunu edəndə bilmirdim İlham Əliyevə sanksiya gələcək. Kamil Zeynallı 80 yaşında qoca ermənilərin başını kəsəndə və bunu etiraf eləyəndə və bunu videoya çəkəndə bilmirdilərmi ki, Azərbaycana sanksiya gələcək. Mən bunu bar-bar bağırırdım ki, Azərbaycanın şərəfli əskəri bunu eləməz. Bu Kamil Zeynallı bu təxribatı Nəcməddinin komandasına aid olaraq eləyir. Bunun bizim devlətimiz əbədiyyən zərərini görəcək. Ordumuz zərərini görəcək. Bu ordumuza, devlətimizə bir ləkədir. Bəziləri məni qınadılar. İndi baxın, hərbi cinayətlər, sanksiyaların tətbiq edilməsində səbəblər. 1. Hərbi cinayətlər. 2. İqtisadi cinayətlər. 3. İşgəncələr. 4. Siyasi fəallara qarşı işgəncə hərəkətlərinə görə sanksiya tətbiq edilir. Deyələmədi. Bir var işgəncələr xalqa, odur bax, polis öldürür. Gördünüz də, BMT Amerikan hesabatında, BMT hesabatında polislərin adam öldürmələrindən necə yazırdı. İndi bir var elə işgəncə, ümumən işgəncələr, elə sərhədləri bağlamaq da işgəncədir xalqa. Bir də var ki, siyasi fəallara qarşı işgəncələr və ölüm faktlarına görə. İlham Əliyev dünyanı dolaşdı. O belə bir mahnı var idi. Dünyanı dolaşdı. Belə bir mahnı var idi. O mahnını yadıma sala bilmirəm, hər nəysə. Getdi Amerikadan bəri götünü çöplətdi. Çindən belə götünü çöplətdi. İngiltərədən belə götünü çöplətdi. Fransadan belə, Danimarkadan belə götünü çöplətdi İlham Əliyev. Axırda gəldi yenə İlham Əliyev. Oturdu Putinin yanında. Putinin qucağında. Baxın, bütün kanallarda, görün nə yazır. Baba İlham Əliyevin ailə kanallarında, Baku S, Baku nə bilim nə. Baxın, Putin Azal təyyarəsinin qəzaya uğramasına görə üzr istəyib. Yalansa, Qabil sevənlərin daşşaqları olsun. Bunu yazanların da, bu yazını yalandan yazdıranların da ailəsinin ağzına. Gəlin baxın. Bugün İlham Əliyevlə Putin Tacikistanda görüş keçirib. Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda MDB oyunları keçirildi.
Putin başta olmakla heç bir MDB dövlət başçısı nə tədbirin açılışına gəldi, nə də tədbirin qapanış mərasiminə gəldi. Gəlmədilər, gəlmədilər. Bu nə deməkdir? Başqa ölkələrdə MDB oyunları olanda İlham gedibdi, hamı gedibdi Putinə qədər. Amma indi heç kim gəlmədi. Bu nə deməkdir? İlham Əliyevə qoz qoymamaq deməkdir. İlham Əliyev adam yerinə qoymamaq deməkdir. Açılış tədbirində İlham Əliyev bayquş kimi özü tək oldu, tək tənha oldu. Tədbiri yola verdi. Əliyev dəfələrlə MDB dövlət başçılarına dəvət göndərsə də, hətta telefonla zəng eləyib onlar dəvət eləsə də, onlar bildirib ki, İlham Əliyevə Putin tədbirə gəlmirsə, orada iştirak etmirsə, biz tədbirə gələ bilməyəcəyik. Putin gəlsə biz də gələcəyik, gəlməsə gəlməyəcəyik. Gördünüzmü? Gördünüzmü? İlham Əliyevə Putin heç daşşağını da yalatdırmadı. Dalına baxın. Ona görə də İlham Əliyev açılışda bayquş kimi tək oldu. Bugün İlham Əliyev Putinlə görüşdü. Hakimiyyət mediası bunu elə təqdim edir ki, güya Putin Əliyevdən üzr istəyibdir. Saxta, yalancı xəbərləri təqdim edirlər. Necə ki, Trump Paşinyanla Ağ Evin açarını versə də, hakimiyyət mediası saxta xəbər yaydı ki, güya Trump Paşinyana açar verməyib, 2 nəfər hörmətli dünya şəxsiyyətindən bir yerdə 3-cü adam açar alan İlham Əliyevdir. Bunu gizlədirdilər. Eləcə də Putinlə görüşün və məxfi tərəflərini, pərdə arxasını gizlədirlər xalqdan. Üstəlik xalqa yalan danışırlar ki, güya Putin İlham Əliyevdən üzr istəyibdi təyyarə qəzasına görə. Gəlin baxaq görək. Əliyevlə Putin görüşü vaxtı Putin belə qeyd edib. Əliyevlə Putin görüşü zamanı Putin belə deyib. Kəlməsinə kimi deyirəm. İlham Əliyev, biz yanvarda sizinlə danışdıq. Mən hadisənin Rusiya ərazisində baş verdiyinə görə təəssüfləndim, üzrxahlığımı bildirdim sizə. Təəssüfləndim, üzrxahlığımı bildirdim sizə. Yəni dedi ki, pis oldum. Və bu üzr istəmək deyil. Putin media önündə qeyd etməliydi ki, təyyarə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən səhvən də olsa vurulub. Buna görə sizdən və Azərbaycan xalqından üzr istəyirəm. Üzr belə olmalıdır. Amma Putin belə üzr istəmədi. Putin təəssüfləndiyini bildiribdi. Öz ərazisində qəza olduğuna görə. Amma o bunu qeyd etmir. O belə qeyd etmir, bunu qeyd etmir və deyir ki, hadisə Rusiya ərazisində olduğu üçün təəssüflənirəm. Hakimiyyət mediası da bunu üzr kimi təqdim edir. Bu sözləri onsuz da yanvar ayında demişdi Putin. Ondan sonra İlham Əliyev iyul. Putin bu sözləri deyəndən 5 ay sonra, 6 ay sonra İlham Əliyev iyul ayında Şuşada, forumda demişdi ki, Rusiya bizdən və Azərbaycan xalqından üzr istəməyib. Baxın, yanvar ayından sonra, yanvar ayında Putin üzrxahlıq edibdir, güya ki, öz ərazisində olubdur. Yanvar ayında. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul. 7 ay sonra, 6 ay sonra, 7 ay sonra İlham Əliyev Şuşa forumunda çıxış eləyən zaman deyib ki, Rusiya bizdən və Azərbaycan xalqından üzr istəməyib. Hələ orada demişdi ki, biz beynəlxalq məhkəməyə verəcəyik. Bəs nə oldu İlham Əliyev? Yenə üzr istəmədi. Yanvarda dediyini təzdən demədi, yadına saldı.
Yanvarda dediğini Putin tekrarlamadı. Sadece yadına saldı. Ya tekrarlayarak ya tekrarlamayarak yadına saldı. Bundan başqa biz məlumat əldə etmişik ki, məxfi tərəfdən məlumat əldə etmişik ki, Putin Əliyev media qarşısına çıxmadan öncə Putin İlham Əliyevə qəzəblənib və ona vaxt qoyub ki, mən sənə Qarabağı verdim, sən də mənə Zəngəzuru qaytar. İlin sonuna kimi vaxtım var. İlin sonuna kimi vaxtım var. Buna görə İlham Əliyev görüş vaxtı çox gərgin idi. Baxın, hamımız mənə neçə nəfər atdı, bax İlham niyə qızarıb, İlham niyə belə şokdadır, İlham niyə belə qorxaq vəziyyətdədir. Buna görə İlham Əliyev görüş vaxtı çox gərgin idi. İlham Əliyev gülmürdü. Şablon söhbətlər edirdi. Heç bir etiraz bildirmədi. Heç bir tələb irəli sürmədi. Putin yeni heç bir şey demədi. Putin dedi ki, təyyarə qəzasına görə kompensasiya veriləcək. Bunu yanvarda da demişdi. Amma bu günə qədər kompensasiya verilmədi. İndi də Əliyevi Putin yola verdi. Üstəlik pərdə arxasında qəzəblənib yanvar ayına qədər, bu ilin sonuna qədər vaxt qoydu. Azərbaycandakı daxili ictimaiyyətə hesablanmış çıxış etdilər ki, Azərbaycanda daxili xalqa, yəni daxili ictimaiyyətə hesablanmış çıxış etdilər ki, güya Əliyev qəhrəmandır, Rusiyadan nəsə tələb edir, belə bir obraz yaratdılar. Əliyev belə qəhrəman idisə, Makronu söyəndə, Fransa ilə dalaşanda, Azərbaycanda bir Fransa məktəbi var idi, onu da bağladılar. Bunu edəndə, əgər sən belə, gördünüzmü, nətər getdi Makronun yaltaqlandı, üzünə güldü, nətər tülkü kimi quyruğunu buladı Makronun qabağında. Əgər sən belə Rusa sözünü deyən prezident idinsə, ay İlham Əliyev, Rusiya ilə dalaşanda, Azərbaycanda tam yox, bircə dənə Rus məktəbini bağladardın. Niyə görə Fransa ilə dalaşan kimi bircə dənə Fransız məktəbi var idi, o məktəbi də bağlatdırdın Fransa ilə dalaşanda. Amma Rusiya ilə dalaşanda yüzlərlə Rus məktəbinin bir dənəsini belə bağlaya bilmədi. Mən burada söz verirəm ki, görüşün pərdə arxasında dəhşətli bir hadisə baş verir. Görüşün pərdə arxasında dəhşətli bir hadisə baş verir. Mənə məlumat atıblar ki, Qabil bəy, o dəhşətli hadisəni sabah sizə deyəcəyik. Görüşün pərdə arxasında nə qərar qəbul edildi? İlham Əliyev necə yükləndi? İlham Əliyev necə baskı altında qaldı və nə qərar qəbul edildi? Hansı razılaşma oldu? Bunu mən sizə sabah deyəcəyəm. Çox dəhşətli qərarlardan söhbət gedir. Bunu mən sabah sizə deyəcəyəm. Ən əsası Putin deyib ki, bizim hərbiçilər birbaşa təyyarəni vurmayıb. Orada Ukrayna dronları olubdu. Dronlara atılan mərmilər təyyarəyə dəyməyibdi. Təyyarənin yanında vurulan dron, baxın, təyyarənin yanında vurulan dronun qəlpələri təyyarəyə dəyib. Təyyarənin yanında dronlar partlayıb, yəni Rusiya, Ukrayna dronunu vurub, o partlayan dronun, o dron bomba daşıyır axı, partlayan dronun qəlpələri təyyarəyə dəyibdir. Dəyərli həmvətənlərim, Putin belə nağıllar danışdı. Sadəcə daxili auditoriya hesablanan İlham Əliyev yola verdi, amma dalda İlham Əliyevi nə günə qoydu, pərdə arxasında məxfi qərarlar qəbul edilibdir. Ondan da mən sizə sabah məlumat verəcəyəm. İlham Əliyev isə kişiliyi çatıb bir kəlmə söz deyə bilmədi. Bir kəlmə
söz deyə bilmədi. Yaxşı, təyyarəni vurmuşdunuz. Bəs niyə enişə icazə vermirdiniz? Təyyarəni vurmuşdunuz. Üzünüz ağ olmasın. Vurmuşdunuz. Bəs niyə Grozno hava limanına enişə icazə vermədiniz? Bəs niyə təyyarə dəfələrlə eniş etmək istəyib və ya başqa aeroportlara, hava limanına enişə icazə vermədiniz? Bəs niyə təyyarə qayıdıb gözə yarı Qazaxıstana gedib radarları belə söndürmüsünüz? Gözə yarı dəniz oyza keçib Qazaxıstana təcrübəli pilot endiribdi. Niyə radarları söndürmüsünüz? Niyə təyyarəmizin radio dalğalarına müdaxilə etmişsiniz? Ha? Bunu İlham Əliyev deyə bilmirdim. Qəsdən olub da yaxşı qəsdən oldu. Niyə qoymadın təyyarə eniş eləməyə? O aeroport olmur, başqasına eniş etmək istəyərdi və yaxud dispatcher yönəldərdi. Niyə? Hadisəni törədənlərdən biri Rus kapitanıdır. Təsəvvür edin ki, İlham Əliyevin Putin qarşısında bir kapitan qədər hörməti yoxdur. Təyyarəni vuranlardan biri Rusiya kapitanıdır. İlham Əliyevin Putinin qarşısında bir kapitan qədər dəyəri yoxdur. O kapitanı belə cəzalandırmırlar. Çünki, yenə deyirəm, İlham Əliyevin bir kapitan qədər dəyəri yoxdur Putinin gözündə. Putinin gözündə İlham Əliyevin Putinin bir əskəri qədər dəyəri yoxdur. Putin kapitanını Əliyevdən üstün tutur. Amma Əliyev Naxçıvanda helikopter vurulanda əskərləri dərhal həbs elətdirdi. Helikopterin ənkazı göydə vuruldu. Helikopter yerə düşməmiş. Xarici İşlər Naziri sonra da İlham Əliyev Putinlə üzr istədi. Bəlkə heç biz vurmamışıq, o tərəfdən İran vurubdur. O tərəfdən Türkiyə vurubdur. Bəlkə özü qəzayla düşübdür. Sırazı. İnan Allah, dəqiqələr keçmədi ha, saniyələr. Xarici İşlər Naziri Dallan İlham Əliyev üzr istədi. Və İlham Əliyev həmin helikopteri vuran komandirləri işdən çıxartdı, hamısını həbs elədi. Qarabağda Rus sülh məramlılarına güllə atan Azərbaycan əskərlərinə görə Əliyev Putinlə üzr istədi, həmin əskərləri həbs elətdirdi, hərbiçiləri. Hərbi hissə komandirinə qədər işdən çıxartdırdı, cinayətçi qaldırdı. Hərbi hissənin bütün sastavını dəyişdi. Nədir? Rus əskərinə bir dənə güllə atılıb. İlham Əliyev, üzr istəməyə belə həvəslisiniz. Üzr istəməyə belə həvəslisiniz. Məndən də üzr istəyin də, köpək uşağı. Məndən də üzr istəyin də, ay alçaqlar, ay vicdansızlar.